Səhərimi qızıl balıqlı avokadolu tozla açmasam da təndir çörək və çayla açıram. Özüm də gecikirəm. Yəni belə gecikməmə rəğmən də necə danışam belə. İndi də danışam. Nəysə danışam eləcə. Makyajımı eləyib gedirəm apşa. Makyajım belə oldu. İndi gedək saçımı düzəldim. Sonra artıq çıxacağım evdən. Gəldim kursa. Çox tələsəndim deyə yolda çəkə bilmədim. İndi liftdəyəm. Gedirəm. Ayda ən nifrət edildiğim şey de belə gəzmək. Neyse, o bir çantamı götürəcəm bundan sonra. Kursdan çıxdım. İndi gedirəm üniversitetə. Geldim üniversitete. Bu arada hiç de artmamışam bu üniversite için. Neyse. Var var. Deməli yatıb qalmışdım və üzümdə belə iz yaranmışdı. Burada da bunu göstərməyə çalışmam. Sadəcə o qədər səs-küydü ki, eşidilmir səsim. Salam dostlar, gəldim evə. Həqiqətən çox bərbad keçdi gün olaraq. Çünki gün resmen kimi bərbad bir şey yoxdur. Unutmuşam və sabaha yemək hazırlayırdım, onu göstərmək istədim. Biraz üzümdən alma var. Burada pendir yaxmalı çörək var. Bir tanesini yiyeceğim, bir de şey var bizde. Sabahın üçün ne var? Yok bu değil. Ha, bir de bu var. Şey, koyuk kotletini, makaron. Selam size dostlar. Bugün vlog haftamın desen 3. günündeyim. Bugünkü kombinimi gösterdim size. Bugün böyle görmedi ki. Görmedi ki. Ben sadece böyle bir kofta giyindim. Altına jeans giyindim. Yine saçımı topuz yapmışım. Şimdi səhər yeməyimi yiyeceğim. Sonra da hazırlaşıp geleceğim İngiliz dili kursuna. Yani bugün çok dolu günümdü. Yani günler 4. günüm benim hayatımın en berbat günüdür. Çünkü səhər kursum var, İngiliz dili kursum var. Gün orta üniversitet var. Yani üniversitede yani 3 dersim var. Yani boş dersim de yoktu. Tez dersten de icazə alıp sonra şeye gideceğim. Grafika gideceğim. Akşam da grafik dersim var. Gece saat 11-12 civarlarında qayıtacağım. Neyse ona göre vay Allah'ım üzüm falan da bütün səpib. Ne günə düşüb üzümdə həqiqətən. Gedək indi səhər yeməyi yeyək. Acam. Çayımız da qaynadı onsuz. Bugünkü menümüzdə, səhər menümüzdə nə var? Bir dənə belə bir pendirimiz var, bir dənə çayımız var, bir dənə limonlu çayımız var. Hər yerdə limonlu çayımız var. Hər səhər yemədə limonlu çayım var mənim bir dənə. Bugünkü makyajımız bir dənə budur. Makyaj deməyim, sadəcə lip balm vurdum. Bir dənə məndəci vurdum. Üzüm çox pis gündədir deyə makyaj eləmək istəmirəm bugün. Ümumiyyətlə üzüm çox pis gündə olanda makyaj eləməyi sevmirəm. Çünki üzümün o makyajı daşıdığını düşünmürəm. Çox pis görünür kimi gəlir mənə. Ona görə də eləmirəm. Necə var elə qalsın. İndi çantamı götürüm. Gedim artıq kursa. Biraz da kalsın çünkü gecikeceğim.
böyle. Ay seni. Bakın bu da babası. Ayda giyindiğim çorap. Ayakkabımın içinde çıkıp ayağımdan. Bilseydim giymezdim bu çorap. O kadar narahat geldim ki yolu. Hem düzeldim tez. Yolu tutandım düzeltmeye. Kombinimi tam gösterebilmemiştim. Ava kombinim. Derse 1 dakika geçmişim. Vay vay vay. Niye kırıştı Sveti? Dış üniversiteler bağlansa. Bakıntızdan doğrusu indi kursa geldim üniversiteden çıkıp. Hayatım o kadar yorgun ve acım ki tez gelip yemek yiyip sonra derse geleceğim. Yani canım elimden koydu yemek yemeye. Ben de cihaz aldım. Şimdi getirəm mətbəxə yemek yemeye. Vay vay. Son dostlar. Benim biraz daha vlog paylaşacağım. Dur lan. Onu paylaşıyorsun. YouTube'da. YouTube kanalı açıram. Sana YouTube. Bir tane YouTube kanalım kalmıştı. Onu da açıram artık. Neyse, Ayşe YouTube kanalına hoş geldin. Vlogumuzun ikinci sesine herkese selamlar dostlar. Dersimiz bitti. Bütün blogda ne söyleyeceğim? Bütün vlogda sadece peşen yiyirdi. Allah ancak peçene yer. Başka hiçbir vermirler burada bize. Evet, 400 Heç onu da şokolat eləmədilər. 400 Onu da Hi guys. Bizim dersimiz bitti. Eve gelen kim olsa çok yorgunluydum ve dedim ki biraz film izleyeyim, sonra yattım. Ve bugünüm de bu şekilde geçti. İndi ise diğer güne geçey. Hadi sizi öptüm. Ama o birlikleri elemeye lazım. Kupamızın sertifikatı ödül. Bir bundan bilirsiniz. Ciddiye ver. Vay vay vay. Devlette oxuduğumu göstərəcək bir şəklim yoxdur da yəni. Mənim də. Deyim ki, Hayır, mən, mənim bir dəfə var, ikinci. deyim ki, mən Bakı dövlətdə oxuyuram. Yoxdur mənim, yoxdur. Çəkdirməmişəm. Başladı da indi kursa gedirəm. İngilis dili kursuna gedirəm. Orada bir dənə bu sweat giymişəm də. Başqa heç nə yoxdur üstümdə. Bütün koftam yaş oldu. Biraz tez gedim. Yoksa soğuyacağım. Biraz da kalsam. Geldim çattım, lifti gösteriyorum. Lift gelsin gidip bu arada kombinimi gösterdim. Allah kombinde. Beleyim. Ser duranda çok çetinleyecektim. Vallahi getiremden. Deməli dostlar, biraz plan değişti. İndi Formula 1 üçün hazırlaşdım və sonra da Glass Animals'ın konsertinə gedəcəm. Bu arada biz geldik. Sağ olun xanım, necəsiniz? Leclerc father. Yes, yes of course. Biz indi gözləyirik. Bir de kesin. Ben indi mən çəkəcəm, ne kesmeyecek.
Max Bakü. Me too, let's go! Beləyəm. Bir də yemək götürdüm özümdən. Burada belə çörəyə pendir yaxmışam. Bir də alma var. Bir şokolad götürəcəm onu çayını içmək üçün. Sonra günə gedəcəm. Çox belə wow yemək götürməyə ehtiyac yoxdur. Biz indi çıxıram evdən. Bugün də eyni siviti geymişəm çünki soyuq qala. Gəldim, çatdım. Şimdi qalxıram yuxarı. Qalxıb da elimdə ikinci mərtəbəyə qalxıram yəni. Gəldim dostlar, bu arada otağımızı çəkeyim. Belədir otağımız. Bura sahibkarlı otaqdır. İndi uşaqları gözləyirik. Birazdan maraqlı oyun oynayacağıq. 708 14. 708 14. Şey eləyək də. Olur. Hər hesabına Qoy görüm daha. Şam almağından da biz. Mən də çəkim, mən bu şəkili bir statusda paylaşacağım. Mən filmimi çəkim. Bir həftəlik vlogum bu qədər idi. Ümid edirəm ki, bəyənərsiniz. Bəyəndikdən sonra like atmağı, yorum yazmağı, takip etməyi unutmayın. Sağ olun dostlar. Bu qədər.